Fatih balamız 2 ilin həsrətin möcüzəsidir. Balamız bugün evlərinə gedir. Düz 2 ildən sonra anadan olub. Qızımızda hormonal problemi idi. Yumurtalıq polikistoz sindromu bağlı boruları idi. Ona baxmayaraq cəmi 1 ay müalicə nəticəsində 2 reseptlə qızımız həmlə oldu. Boru yoxlanış zamanı boruları açdıq. Hormonları normal saldıq. Gələn ay testimiz göstərdi. Həmləliyimiz çətin keçdi. Ona baxmayaraq axıra kimi çatdıq və bugün Prins balamız evlərinə gedir. Sizi təbrik edirəm. Böyük oğlan olsun. Çox sağ olun Elmira xanım. Mən də sizə təşəkkür edirəm. Yaxşı ki 9 ay sizlə bir yerdə gəldim. Çox şadam ki doktorum siz oldunuz. Siz mənim də bütün sonsuzluqdan əziyyət çəkən qadınların möcüzə həkimisiniz. Təşəkkür edirəm ki, mənə belə bir şirin bala verdiniz. Təbrik edirəm. Ana olmaq əlbəttə ki, hər qadının arzusudur. Arzu edirəm ki, hamımız belə sevinəsiniz. Bütün qucaqlar dolu olsun. Bu bizim balacamız da olub. Düz 8 ildən sonra mamıçıqası bugün gecə saat 1-dən gəlmişik bura və 5 tamamda balacamız dünyaya gəldi. Birinci uşağı 32 həftəyə çatdırılmışdı. Başqa xəstəxanadaydı. Sonra bu ikinci həmləlikdə gəldi yanıma. 8 həftədən sonra qanaxmalar başladı. Düşük riski, hematoma. 24 həftədən sonra uşaqlıq boyunu qısaldı. Ona baxmayaraq 38 həftəyə çatdıq və normal təbii doğuşla balacamız 3 kilo 200 dünyaya gəldi və bugün doktorun qucağındadır. Sabah inşallah evlərinə yola salarıq. Baxış necə şipşirindir. Arzu edirəm ki, sizə də qismət olsun. Siz də belə qucaq dolu olasınız və biz kimi evlərinə sevinç bəxş edəsiniz, xoşbaxtçılıq bəxş edəsiniz. Təbrik edirəm. Çox Biz sağ də olun getdik. doktor. Çox sağ olun. Paka. Şadam ki doktor bugün evə yollanıram. Sizin sayənizdə evə gedirik. Çox xoşbəxtəm. Təbriklər, gözümüz aydın. Böyük oğlan olsun. Hamısına qismət olsun. Salam, təbrik edirəm. Gözünüz aydın olsun. Gözünüz aydın olsun. Çox sağ olun. Təbrik edirəm, gözünüz aydın. Böyük oğlan olsun. Sağlam, xoşbəxt olsun. Təbrik edirəm hamınızı. Təbrik edirəm, gözünüz aydın olsun.